Bu bilirsinizmi nədir? Bu 1,6 milyon insanın gözyaşıdır və 19 milyard ABŞ dolların bir neçə saniyə içində buxarlanıb yoxa çıxmasıdır. 1,6 milyon insan taleyi məhv oldu. Kuda ləqəbli məşhur kriptobloger öz avtomobilində özünü öldürdü. İnsanların stop lossları işləmədi. Hətta özləri belə əməliyyatları bağlaya bilmədilər və gözləri görə-görə milyonları əriyə-əriyə sıfıra düşdü. Bilirsinizmi niyə? Çünki kripto dünyası, kripto trading dünyanın ən böyük yalanı və sabun köpüğüdür. Kripto trading manipulyasiya olunur və market makerlərin əlindədir. Gic-gic kripto blogerlara qulaq asmayın. Hərə əlinə bir dənə çubuq olub ekranda nəsə göstərirdi. O elə olacaq, bu belə olacaq. Boş-boş adamlara qulaq asmayın. Bizə bu barədə yüzlərlə sual vermişdilər. Pool trading, biz bilirsinizmi nə cavab vermişdik? Kripto tradingdən uzaq durun.